Saatlı rayonunda narkotik maddələrin əkib becərilməsi ilə məşğul olan şəxs ifşa olunub. Belə ki, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin və ictimai təhlükəsizlik bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Novruzlu kənd sakini 1963-cü il təvəllüdlü Əhmədov Əfqan Nəsiboğlunun həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkib becərilməsi qadağan olan ümumi sayı 96 ədəd, çəkisi isə 20 kiloqram 50 qram olan çətinə kolları aşkar edilərək götürülüb. Həyətyanı sahəsində baxış keçirilərkən, həmin qanunsuz narkotik tərkibli bitkilər aşkar edilərkən, orada su şlankı da müəyyən olundu ki, həmin su şlankından hadisi yerinə baxış keçirilərkən, yəni əməliyyat tədbiri keçirilərkən su axdığı da müəyyən edildi və həmin su narkotik tərkibli çətinə bitkilərinin kollarına yönəldilmişdi. Bundan əlavə, həyətyanı sahəsindən başqa, Əfqan Əhmədovun həyətyanı sahəsi ilə yaxınlıqda olan taxıl sahəsində də kollar aşkar olundu. Hazırda faktla bağlı Saatlı rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Elnur Ələkbərov, Aydın Yavərzadə, Mir Ələkbər Hüseynov, Saatlı.